təmizdirsə, dediyin söz düzdürsə, onda heç nədən qorxma. Çünki sən həyatda heç nə itirmirsən. İtirən məhz onlar olur. Axşamınız xeyir olsun. Dünya televiziyasına baxırsınız. Efirdə Üz-üzə proqramıdır. Hörmətli izləyicilərimiz, bugünkü efirimizi təqdim etməyə tam hazırıq. Artıq komandamız sizin qarşınızdadır. Böyük məmnuniyyətlə bugünkü efirimin qonağını sizə təqdim etmək istərdim. Qonağımız da gəlib studiyadadır və mənimlə üz-üzə əyləşib. Qonağım millət vəkilidir. Millət vəkili Aydın Mirzəzadə bugün mən Könül Həbibi qızı ilə üz-üzə olacaq. Bizə baxın. Xoş gördük. Salam, xoş gördük. Aydın müəllim, necəsiz? Sağ olun, sağ olun. Yaxşı, siz necəsiniz? Yaxşıyam, çox sağ olun. Var olun. Çay gətirmişik, çaydan içə bilərsiniz. Bəli, arada içəcəm. Mən Dünya TV-yə təşəkkür edirəm məni verilişlərinə dəvət etdiyinə görə. Dünya TV Azərbaycan informasiya məkanında öz yerini tutmuş bir telekanaldır. Verilişlər baxılır, izlənilir, qaldırdığımız məsələlər bəzən müzakirə mövzusuna çevrilir. Mən sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Təşəkkür edirəm. Proqramımızı belə bir fikirlə açdım. Niyyətin təmizdirsə, dediyin söz düzdürsə, onda heç nədən qorxma. Və bil ki, həyatda sən heç nə itirməyəcəksən. İtirən məhz onlar olacaq. Münasibətiniz? Tamamilə müsbətdir. Dediyinizdən razıyam. Təmiz niyyət nə deməkdir? Başqasına problem yaratmamaq, başqasına ziyan vurmamaq, həyatda öz izini qoymağa çalışmaq, adının təmiz olmasına çalışmaq və bunun üçün yüksək vəzifə, status, pul o qədər önəmli deyil. Məgər biz vaxtaşırı dərziyə müraciət etmirik və bir-birimizdən yaxşı dərzi tanıyırsan deyə müraciət etmirik və o insanların dərzi demək, ayaqqabı təmir ustasıdırmı və yaxud da ki, qənnadı ustasıdırmı, avtomobil təmir ustasıdırmı, fərqi yoxdur. Bu insanlar bizim həyatımızı daha zəngin, daha gözəl edir. O baxımdan hesab edirəm ki, ilk növbədə insanın qəlbində bir işıq olmalı. Və bu işıq elə belə yaranmır. Bu işıq ailədən gəlir, valideyndən gəlir, genetik koddan gəlir, ailədəki söhbətdən gəlir. Əgər uşaq gözünü açıb görürsə ki, evə oğurluqla çörək gəlir, kimisə aldatdırlar söhbəti gedir, kimisə aldadaq söhbəti gedir, o nə götürəcək? O da həmin o yolu daha da təkmilləşdirməyə çalışacaq. Amma sonu varmı? Sonu əlbəttə ki, yoxdur. Yaxşı niyyətlər olan mühit olmalıdır. Ailə mühiti, oradan başlayır. Belə bir söz var, uşaqlar bizə qulaq asmırlar, uşaqlar bizə baxırlar. Yəni biz 100 dəfə deyə bilərik ki, təmizkar ol. Amma özümüz təmizkar deyiliksə, heç bir zaman övladlarımız təmizkar. Tamamilə doğrudur. Eyni şeydə cəmiyyətdə var. Hər bir kəs yaxşı mənada bir nümunə olmağa çalışmalıdır. Yaxşı insan nümunəsi, yaxşı sənətkar nümunəsi, halal adam nümunəsi və hansı işdə, hansı maddi imkanda olmasının elə bir əhəmiyyəti yoxdur. Və mən bir şeyi özüm üçün yəqin eləmişəm həyatda ki, cəmiyyətimizdə, həyatımızda dürüst insanlar çoxdur. Düzdür, bəzən deyirlər ki, o qədər çirkinliklər var ki, bəli var. Hər bir işdə çirkinliklər var, ətrafımızda da çirkinliklər, nələr. Bir küçədə, tutaq ki, bir qüsurlu bir adam, mən fəaliyyətində qüsurlu deyirəm, hərəkətində, danışığında, hansısa bir addımında qüsurlu bir adam. Onu hamı tanıyır. Küçədə yaşayanlar da, ətraf mühitdə, təkanlardakılar, tənərdəkilər. Amma təmiz adamın tanınması üçün bəzən bir 10 il lazım olur və birdən-birə insanlar dönüb baxırlar ki, filan kəs nə qədər abırlı adamdır, filan kəs nə qədər halal adamdır. Keçmişdə insanlara 3 cürə qiymət verirdilər. Deyirdilər, abırlı adamdır. Biz tərəfdə bizim ləhcə ilə avırlı adam deyirdilər. İndi bəlkə də hörmətli dinləyicilər qulaq asında deyirlər, biz tərəfdə də belə deyirdilər. Müxtəlif ləhcələrimiz, dialektimiz var, hamısı şirindir. Birincisi insanlara deyirdilər ki, abırlı adamdır. Soruşanda filan kəs abırlı adamdır. Ona borc verirdilər, ona qız verirdilər, onunla iş görürdülər, onun probleminə kömək edib çalışır. Bir dənə kəlməyə görə
aborlu adamdır. İkinci qiymət ondan ibarət ki, necə adamdır? Deyir, belə də. Yəni, artıq özün seç. Belə də ola bilər, belə də ola bilər. Yəni, biraz ehtiyatlı ol. Üçüncü qiymət ondan ibarətdir ki, çox abırsız adamdır. Və ondan qıraq durmağa çalışır. Abırsız nəyi itirməkdən qorxsun? Artıq o hər şeyi itirir. Abırsız adam artıq hər şeyi itirir. O adını itirir. O hörmətini itirir. Onun üçün kiməsə pislik eləmək, kiməsə şər atmaq və yaxud da cəmiyyətdə özünü o artıq oturuşmuş qaydalardan kənara aparmaq onun üçün adi bir şeydir. Abırlı adam isə həmişə abırını qoruyur və ondan kənara durur. Onun səviyyəsinə düşməyə çalışmır. Öz səviyyəsini göstərir. Belə bir deməli, balaca bir hekayət var. İki qonşu, biri həmişə zibil vedrəsinə zibil doldurub qonşunun qapısına qoyurmuş. O birisi qonşu vedrəni təmizləyib, yuyub, içinə həyətindəki meyvələrdən doldurub, aparıb qonşunun qapısına qoyurmuş. Övladı soruşur, axı o sənə belə, sən buna belə. Bir kimdə nə çoxdursa onunla da bölüşür. Ona görə də hər bizim ətrafımızda kifayət qədər abırlı, ləyaqətli, dürüst, təmiz insanlar var. Və mən deyim ki, mən belə insanlara tez-tez və çox rast gəlirəm. Həyatımda rast gəlmişəm. Universitetdə dərs deyirəm. Universitet tələbələrinin içində yeni nəsil nə qədər elmə həvəslidirlər, nə qədər tariximizə, mədəniyyətimizə bağlıdırlar, nə qədər öyrənmək həvəslidirlər. Baxıram, fəxr edirəm. Maraqlıdır, bəs sizin gəncliyinizdə olan gənclər, onlar istedadlı deyildilər? İstedadlıdırlar. Aha. Amma biz qapalı cəmiyyətdə yaşayırıq da, biz həmin dövrün ideologiyasının müəyyənləşdirdiyi çərçivədə yaşayırıq. Və dünyanın bir çox məsələlərindən xəbərdərdir. Yəni mən o ideologiyada da böyüsək, belə deyək, dünya şöhrətli insanlar yetişdi. Yəni bu deməkdir ki, cəmiyyətin əsaslı bir qatı hər halda dəyərlərimizə bağlıdır. Genetik kodlara bağlıdır. Bəli, bəli. Hansı dövrdə yaşamasından asılı olmalı? Çar dövründə, Sovet dönəmində, müstəqillik dövründə müəyyən bir qat, böyük bir qat dəyərlərimizə bağlıdır, mədəniyyətimizə bağlıdır. Bir dəfə Səki ilə gedirəm, qarşımda bir gənc anadır. Bir 3-4 yaşında oğlunun əlindən tutub gedir. Birdən-birə dayandılar. Səkinin qırağında bir avtomobil və arxasında da avtomobil nömrəsi var idi. Qulağım çaldı. Qadın övladına dedi ki, Azərbaycan bayrağıdır. Mən keçdim, getdim. Nə qədər belə bir sevinc içimdə yarandı ki, ana indidən bir vətəndaş böyüdür. Bayrağımızda bir sevgi yaradır. Bəlkə də həmin gənc gələcəkdə Azərbaycanı çox görkəmli bir şəxs olacaq. Bəli. Alim olacaq. Həmin gənc çox dəyərli bir insan olacaq. Bəlkə yazıcı olacaq, şair olacaq. Biz bunları bilmirik. Amma bununla belə onun yaxşı vətəndaş olmağının əsası artıq qoyuldu. Gənc ana onu gözəl bir insan kimi forma. Bu Azərbaycan bayrağıdır. Və mən sizə deyim, ara-sıra tədbirlərdə balaca uşaqlarla rastlaşanda onlar Azərbaycan bayrağına, Azərbaycan himnini eşidəndə, ulu öndərimizin və yaxud da cənab prezidentimizin portretini görəndə barmaqlarını, balaca barmaqlarını ki, Azərbaycan, Azərbaycan. Onların beynində, yəni bu atributlar artıq bir dəyərlər kimi formalaşır. Nə gözəl. Deməli, onlar müstəqilliyimizə bağlıdır. Onlar Azərbaycanımızı daha güclü, daha qüdrətli olmasını istəyəcəklər. Bilirsiniz də, dekabrın axırında aviaqəza oldu, çox təəssüf və ekipaj özünü qəhrəmancasına apardı. Eyni zamanda sağ qalan ekipaj üzvləri də böyük igidliklər göstərildi və o məsələ bizləri həm sarsıtdı, eyni zamanda bizləri birləşdirdi. Əlbəttə, biz istəyərdik ki, bizləri şadlıq, qələbə, zəfər birləşdirsin. Çox təəssüf ki, hadisə başqa, amma cəmiyyətimizin gücü göründü. Və bu günlərdə mən sosial şəbəkədə gördüm, Qazaxstanda yaşayan bir Azərbaycanlı
Bəli. Həmin aviaqəzada sağ çıxan 5 Qazax ailəsinə, hansı ki, Aktauda yaşayırlar, onların hər birinə Ev Almatada tam təmir edilmiş və Mənzil tam bağışlayıb. təchiz edilmiş 2 otaqlı mənzil bağışladı. Bundan başqa birini Fövqəladə Hallar İdarəsinə, birini xəstəxanaya, birini isə hərbi qurtlara 3 avtomobil bağışladı. Bütün Qazaxıstan mətbuatı yazdı ki, bir Azərbaycanlı bunu elədi, biz nə elədik? Həmin adam telefonunu tapdım, zəng elədim, ona təşəkkür elədim. Amil müəllimlə söhbət gedir. Bəli, Amil Yusufovdan söhbət edir. Təşəkkür elədim ki, sən Azərbaycan adını qaldırdın. Dedi ki, mən bunu reklam üçün eləmirdim və bilmirəm bu necə çıxıb. Amma görürsünüz, bir nəfər Azərbaycanı nə cür tanıda bildi. Aydın müəllim, yeri gəlmişkən deyim ki, o Amil müəllimə bağlı mən də sosial şəbəkədə gördüm. Sonra onun nömrəsini də tapdım. Zəng elədim Qazaxstana. Nə gözəl. Amil müəllimlə əlaqə saxladım və söylədim ki, nə vaxt Azərbaycana gəlsəniz, mütləq efirimizin qonağı olacaqsınız. Çox yaxşı olar. Bilmirəm, indi bizi izləyəcəklər yoxsa yox, amma verilişin YouTube variantını biz ona göndərərik. Ya siz, ya mən. Göndərərik, baxarlar. Əlbəttə, mən sizə deyim, sonradan onunla bağlı Azərbaycanda çıxan bir neçə məlumatı onun WhatsApp nömrəsinə göndərdim. Düzdür, o reklam üçün, tanınmaq üçün etmirdi. Amma onun içindən gələn Çox bir vətənpərvər məsələ bir insandır, çox vətənpərvər. Mən də onunla danışanda onun necə vətənpərvər olduğunu görüb qürurlandım ki, Azərbaycanımızın kənarda yaşayan bizim belə oğullarımız var. Elimizin, obamızın, torpağımızın, Azərbaycanımızın bax belə oğulları var. Sizinlə fəxr edirik. Həmişə belə qalın. Həmişə də seçilin Amil müəllim. İndi isə istərdim başqa bir istiqamətdə söhbət edək icazənizlə. Siz biraz öncə çıxışınızda pulla bağlı bir fikir söylədiniz. Ümumiyyətlə, sizin üçün pul nədir? Pul birincisi zəhmətimin maddi nəticəsidir. Mən bunu belə qəbul edirəm. Və ancaq o pula sahib çıxa bilərəm ki, o mənim rəsmi fəaliyyətimin və yaxud da çəkdiyim zəhmətin nəticəsidir. Mənim maaşımdır. Universitetdə dərs deyərək o müəllim maaşıdır. Yəni, pul mənim üçün budur. Və ona uyğun olaraq həyatımızı qururuq. Aldığınız əmək haqqı sizi qane edir? Tam qane edir. Azərbaycanda ən yüksək maaşlardan biri Milli Məclis deputatının maaşıdır, kifayət qədər yüksəkdir və məni tam qane edir. Aldığınız əmək haqqıdan nəvələrinizə nə isə çatır? Sevindirə bilirsiniz onları? Vaxtaşırı onlar məndən marketə gedək, şirin quş alaq, gedirik. Düzdür, mən çalışıram ki, çox şirniyyat almasınlar. Amma bununla belə baba ilə birlikdə marketə getmək onlar üçün hiss edirəm ki, bir hadisədir. Bəlkə də gələcək həyatlarında... Biz bir də sizinlə böyük bir marketdə görüşmüşdük. Bəli, onlar nəvələrimdir. Onların yaddaşında bu həkk olunacaq. Gələcəkdə o qalacaq. Baba ilə getdik, nə isə seçdik, nə isə gördük və s. Yavaş-yavaş həyata alışdırırıq və bəzən bahalı nəsə eləyəndə mən bildirirəm ki, mənim buna pulum çatmır. Qoyun bilsin ki, barmağını nəyəsə uzatdısa bunu almaq düzgün deyil. Mən buna pulum çatmır. Ona görə də gəl bunu alaq, neyniyək. Amma bu yaxınlarda maraqlı bir hadisə oldu. Bahalı nəsə elədi, bir də mənim pulum çatmır. Ona qədərsə ev üçün müəyyən ərzaq almışdım. Nəvə qayıtdı ki, onda nənəyə niyə yağ alırsan? Dedim, nənə yemək pişirilməlidir. Sən bunu mənə almırsansa, onda nənəyə yağ da alma. Düzdür, mən üstünə qışqırmadım, tələb eləmədim, qolundan tutub dartmadım. Ona sadəcə söhbət elədik. Axırda belə razılığa gəldik ki, nənəyə yağ mütləq lazımdır. Eyni zamanda bu bahalı isə mən ala bilmirəm. Düzdür, tam məndən razı qalmadı, amma bununla belə marketi belə tərk etdik. Bernard Shaw'nun çox maraqlı bir söylədiyi fikir var. Söyləyir ki, pul insanı körlamır. O sadəcə olaraq göstərir ki, sən kimsən. Mən sizlə razıyam. Mən sizlə tamamilə razıyam. Əlbəttə, deməli,
İnsan özünü daxilən həyata hazırlamalıdır, real həyata hazırlamalıdır. Məgər heç birimiz çətinlik görməmişik. Məgər hər birimiz maddi çətinliyimiz olmayıb mı? Mən tələbə olanda bir sutka ac qaldığım vaxtlar oldu. Çünki pulum olmuyor. Ərzaq almağa pulum olmuyor. Düzdür. Həmin günə və əvvəlki günlərə 20 qəpik qalırdı. Mən orta məktəbdən qəzet oxuyan olmuşam və həmin gün çörək ala bilmirdim, amma 20 qəpiyə gedib 4 dənə, 5 dənə qəzet alıb onu oxuyurdum. Çünki o intellektual qidaya mənim ehtiyacım vardı. Və yaxud da ki, 84-cü ildə toydan sonra o dövrün pulu ilə 2500 manat borcumuz qaldı. Və 2 il ərzində, mən yoldaşımla 2 il ərzində həmin borcu ödədik. Mən bunu deməkdən çəkinmirəm. Bu çətinliklərimiz olub, ağırlıqlarımız olub, amma hesab edirəm ki, həmin o çətinliklər, çatışmazlıqlar insanı daha da bərk edir. Necə ki, deyirsiniz ki, pul insanın necə olduğunu göstərir. Eyni zamanda pulsuzluq da insanın necə olduğunu göstərir. Bəli. Bu da göstərici. Səbri göstərir, dözümü göstərir, Bilmirəm, inamı göstərir, ümidi göstərir. Bir söhbət edib, özümdən asılı olmayaraq küçədə, marketdə, xadimə görəndə çıxardıb xırda pul verirəm. Bəlkə də düz eləmirəm, bəlkə də bilmirəm. Hesab edirəm ki, onların o təmizlik yaratması, neynəməsi, maaşından başqa kim nə köməklik eləyərsə. Bir dəfə bir xadiməyə həmin o pulu vermək istədi, götürmədi. Nə qədər elədim, götürmədi. Mənim qarşımda tamam başqa bir tipaj var idi. Başqa bir tipaj var idi. Yəni, bunu da göstəricidir. Və hesab edirəm ki, ləyaqətli insan, ondan sonra yaxşı vətəndaş, yaxşı dövlətçi adam heç də ancaq nə kasıb, nə də varlı ailədən çıxmır. O mənəvi zəngin ailədən çıxır. Yəni, o mən kateqorikliyin tərəfdarıyım, ancaq kasıblardan çıxır və yaxud da ancaq yaxşı təhsil görənlər. Yox, elə bir insan var ki, o çox kasıbdır, amma onun dünyası o qədər zəngindir ki, onun dünyası o qədər zəngindir ki, insan onunla üz-üzə əyləşib, oturub söhbət eləməkdən belə doymur. Mənəvcəkcə zəngindirlər. Mənəvcəkcə zəngindirlər və həmin insanı yetişdirən həmin o mühit olubdur. Həmin mühit dəyərli bir insanı yetişdiribdir. O gəlib müəyyən bir səviyyə çatıb. Bu demək deyilmi ki, ailəsi kimi həmin insan da kasıbçılıqda yaşamalıdır. Onun övladı da kasıbçılıqda yaşamalıdır. Yox, əksinə dövlətin çalışdığı, cəmiyyətin çalışdığı odur ki, kasıb adamların sayı az olsun. Ümumiyyətlə olmasın. İnsanlar mənzil ala bilsinlər. İnsanlar övladlarının təhsilinə ödəniş edə bilsinlər. Belə deyək, ailə məsrəflərini ödəyə bilsinlər. Düzdür, artıq elə bir sistem yaranır ki, bəzən insanın imkanı olmasa da onu edə bilir. Məsələn, dövlətimiz tərəfindən təhsil krediti verilir. Və əgər ailənin ödəmək imkanı olmursa, 10 illik təhsil krediti verilir. 6 il ancaq faizini ödəyir. Niyə 6 il? 4 il bakalavr, sonra 2 il o magistratura oxuyur. 6 ildən sonra artıq tədricən ödəməyə başlayır. Bu dövlətin göstərdiyi qaydadır. Və yaxud da ki, sosial yardım sistemi. Azərbaycanda 600 minə qədər uşaq sosial yardımla faydalanır. Çox zaman qəbuluma gələndə bəzən ailənin ya xəbəri olmur, ya onu əldə etməyə yolunu bilmir. Biz onu istiqamətləndiриrik. Əmək və Ailə Sosial Müdafiə Nazirliyinin saytına girir, müraciətləri edir və dövlət tərəfindən onun minimum yaşayış normasına çatmaq üçün nə qədər vəsait çatmışsa, həmin vəsait ona ödənilir. Bir sıra hallarda isə ailələr mən hesab edirəm ki, yolunu göstərmək lazımdır. Yəni, sənət əldə eləsin, ondan başqa təhsil alsın, övladlarını təhsilə yönləndirsin və s. və s. İldən ilə bizdə minimum əmək haqqı artır.
Vaxtilə 300 idi, sonra 345 oldu, hal-hazırda 400-dür. Və bu il yanvarın 4-də Cənab Prezidentimiz yerli telekanallara müsahibə verdi. Orada 2 dəfə bir fikir səsləndirdi. Dedi, bugün bizim əsas məsrəflərimiz gedir işğaldan azad olunan yerlərin bərpa edilməsinə. Artıq 10 mindən çox insan orada yaşayır, 30 minə qədər insan isə həm yaşayır, həm işləyir. Və bu ildən ilə artır. Buna böyük məsrəflərimiz gedir. Eyni zamanda çox təəssüf ki, hələ də Ermənistanla sülh müqaviləsi yoxdur, yeni silahların alınmasıdır. Və orada Cənab Prezidentimiz çox maraqlı bir fikir dedi. Sonradan sosial şəbəkələr və mətbuat onu tutdu. O dedi ki, bunlar olmasaydı biz həmin vəsaiti sosial layihələrə həyata keçirərdik. İndi yəqin ki, uzun çəkməz sülh müqaviləsi imzalanar. Yəqin ki, bir neçə ildən sonra işğaldan azad olunan zonalara köçən insanlar işləyəcəklər, bizim iqtisadiyyatımıza töhfə verəcəklər, iş yerləri yaranacaq və s. və s. Yəni, bütün bunların hamısı dövlətin diqqətində olan məsələlərdir. Bəli, böyük qayıdış reallaşır. Hansı ki, illərlə gözlədik. Biz bunu nəhayət ki, işğaldan azad olmuş torpaqlarımıza qayıdırıq. Nəinki qayıdırıq, orada işləyirik, nəinki işləyirik. Orada uşaqlarımız məktəbə gedir, nəinki məktəbə gedir. Hətta toylar edirik. Bu günlərdə Xocalıda bir körpə dünyaya gəldi. Mən hesab edirəm ki, nə qədər gözəl, çox vacib bir hadisədir ki, Xocalı bizim yaralı yerimiz, bizim ürəyimizdə daşıdığımız ağrıya olan yerə insanlar qayıdıb və ilk körpə dünyaya gəlir. Artıq ilk toylar edilir. Mən bilirəm, 2 il bundan əvvəl Ağalı kəndində ilk toy olmuşdu. Oradakı məktəbin, səhv etmirəmsə, 4 şagird ali məktəbə qəbul olunmuşdu. Qarabağ Universiteti fəaliyyətə başlayır. Fəaliyyətə göstərir və Xankəndində bir neçə ay bundan əvvəl toy oldu. Oradakı, belə deyək, məkanların birində. Artıq qaynar həyat orada var. Var, biz şükürlər olsun. Qarabağ Universitetini dediniz, 1200 tələbə oxuyur. Ən yaxşı müəllimlər ora cəlb olunublar. Hesab edirəm ki... Tələbə axını da daha çox idi ora seçimdə. Ən yüksək ballar, ən yüksək, nə qədər tanıdığımın övladları oranı seçdilər, gözəl ixtisaslar var. Orada tibb fakültəsinin açılması gözlənilir, hüquq fakültəsinin açılması gözlənilir. Regionda yerləşsə də, gələcəkdə ADA Universiteti, Bakı Dövlət Universiteti, İqtisad Universiteti, İnşaat Mühəndisləri Universiteti, üzr istəyirəm, o köhnə adını dedim, Memarlıq və İnşaat Universiteti, Texniki, Tibb Universiteti, əgər hansısa universitet, Mədəniyyət İncəsənət Universiteti və digər universitetlər kimi möhtəşəm bir ada malik olacaq və oranı bitirmək artıq bir qürur hissinə çevriləcək. İnsan yaşa dolduqca, həyatı dərk etdikcə, insanları tanıdıqca tənhalığa meyil edir. Niyə tənhalığa meyil edirlər? İnsanı insanlar yorur. Bir qədər fərqli fikirləşirəm. Mən hesab edirəm ki, insan gənc vaxtında heç kəs bunu tanımır. O həyat bağlılıqlarının içində bunun bir xətti, bunun bir sosial ünvanı yoxdur. Ona görə də ora can atır. Amma müəyyən vaxtdan sonra artıq oradadır. İnsan ola bilsin ki, əvvəlki kimi axşamlar belə deyək, dostlarla oturmağa getmir. Ola bilsin ki, insan artıq bir qədər tək olmaq istəyir. Amma şübhəsizdir ki, o sosial bağlantıların onsuz da içindədir. Nə qədər biz evdə otursaq da, nə qədər küncdə otursaq da, telefon bizi kimlərləsə bağlayır. Mənə bir adam göstərin ki, həmin adam gün ərzində xəbərlər oxumur. Belə bir şey yox. Biz xəbərlər oxuyuruq, biz yenilikləri öyrənirik, biz yeni incəsənət nümunələrindən fəxr duyuruq. Prinsipcə, bəlkə də kiməsə görünə bilər ki, tənhalığa gedir. Amma bu tənhalıq yenə də cəmiyyətlə bağlıdır, bütün bu məsələlərlə birlikdə. Və prinsipcə, digər tərəfdən yeni nəsil gəlibdir.
artıq o kafelərdə oturan, parklarda olan, özünü tanıtmaq istəyən yeni nəsil gəlirdi. Qoyunlar da özlərini göstərsinlər. Tək qalmağı sevirsiniz? Elə də yox. Və tək qaldığım anı ümumiyyətlə xatırlamıram. İşdə, cəmiyyətdə, tədbirlərdə daim oluram. Evdə ailə içində telefon vaxtaşırı zəng edir. Axşam dostlarımla, qohumlarımla əlaqə. Bugün bacım oğlunun ad günüdür. Nə gözəl. Birinci bilirsiniz kimə zəng elədim? Bacıma zəng elədim. Güzel eləmişsiniz. Bacım... Çünki o dünyaya gətirir axı. Biz bacı demirik, biz bacı deyirik. Üzr istəyirəm. Bacımı zəng eləyib, onu təbrik elədim. Biraz zarafat etdim. Mən bacımı çox istəyirəm. Onun ilk övladıdır? Yox, ortancıldır, 3 övladı, 2 oğlu, 1 qızı var. 4 nəvəsi var. Böyük nəvəsi ingiliscə kitab yazır. 9 sinifdə oxuyur, ingiliscə kitab yazır. Maşallah. Ondan sonra bu bacım oğlunun oğlu, vallahi biz ona balaca Einsteynik deyirik. Kitaba həddən artıq maraqlıdır, həddən artıq. Daima qoltuğunda kitab, daima internet axtarır. Bu onda genetikdir, 100% bilirəm. Olsun, olsun. Yəni hamımız ondan fəxr edirik ki, bax belə bir şey var. O birilərlə də fəxr. Eyni zamanda bugün deputat həmkarım Tural Gəncəliyevin Xankəndidən olan deputatın ad günüdür. Təbrik edirik. Balaca bir yubileydir, 45 yaşı tamam olur. Təbrik elədim, xoş sözlər. Tural müəllim, təbrik edirik sizi. Və ona 100 dedim yaşayın, sağlam yaşayın. Əslən Xankəndinəndir, Kərkicahandandır. Dedim, Tural müəllim, siz Qarabağ bölgəsinin yetirdiyi bir ziyalı obrazsınız. Təmkinli, ondan sonra hamı ilə xoş münasibəti, dövlətçiliyə bağlı, vaxtaşırı parlamentdə çox maraqlı təkliflərlə çıxış edir. Xarici tədbirlərdə belə bir hücum xarakterli, yəni müdafiə edən bir xarakterli eləyir. Hər ikisini təbrik elədim. Axırda elə yubilyəri bacım oğlunu da təbrik elədim. Ona da başlatdı. Mən nəyə görə soruşdum? Onun ilk övladıdır. Çünki mənim doğum günümdə mən hər zaman anamı təbrik eləyirdim. Deyirdim ki, ana, mən dünyaya gələndə sən ən gözəl bir adı başlamısan daşımağa, ana olmusan. O da mənə təbrik edir. Allah cəm ölənləri rəhmət eləsin. Aydın müəllim, söhbətimizi davam etdirəcəyik. Buyurun. Amma reklam fasiləsinə ayrılmalıyıq. Buyurun. Ayrılaq? Buyurun, buyurun. Hörmətli izləyicilərimiz, Dünya Televiziyasına baxırsınız, baxmaqda da davam edin. Hal-hazırda efirdə reklamlar olacaq. Reklamlar bitəndən sonra millət vəkili ilə söhbətimizi davam etdirəcəyik. Hörmətli izləyicilərimiz, reklamlar bitdi, söhbətimizi davam etdiririk. Reklam fasiləsində Aydın müəllim söylədi ki, bir neçə gündən sonra mənim anamın da dünyaya gəldiyi gün olacaq. Biz onu qeyd edəcəyik. Allah dünyadan köçənlərə Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Allah ölünüzə rəhmət eləsin. Allah bütün ölülərə rəhmət eləsin. Aydın müəllim, söhbətimizi davam etdiririk. Başqalarını isitmək üçün özünü yandırmağa dəyər, yoxsa yox? O bizdən asıl deyil. Siz yandırardınız özünüzü. Qoy bunu başqaları desin. Amma hər halda qapımı döyəndə mən cavab verməyəcəm, qapını açıram. Siz özünüzü güclü insan hesab edirsiniz? Mən adi insan hesab edirəm. Güclü ilə zəifin arasında hansı fərq var? Bir addımlıq. Nifrətlə sevgi arasında olan bir addım qədər? Bircə addımlıq bir məsafə var. Sadəcə olaraq sən içində özün üçün müəyyənləşdirməlisən ki, güclü nədir? Bizim necə olduğumuzu kənardakılar bilir. Kənardakılar qiymət verir. Kimsə görünür sadəcə olaraq nəsə edir. Nəsə edir. Məsələn, bu günlərdə marketdə iki hadisənin şahidi olunub. Kassaların yanında bir stol qoyulub və ora satıcıların diqqətini cəlb etmək üçün müəyyən məhsullar qoyulub. O cümlədən nisbətən bahalı qab-qacaq, su qabı və s. qoyulub və alıcılardan biri keçəndə əli dəydi, yerə düşdü, sındı. Filan qədər məbləğ eləyir, adını demək istəmirəm. Prinsipcə onu deməyə bilərdi ki, siz yaxşı qoymayıbsınız, mən keçədə neynəmirəm. O vardı bir 40-45 yaşında
Sadəcə kənardan baxdım, həmin adam dedi ki, mən ödəyəcəm. Bilirsiniz, ona necə də böyük mən bir rəğbətim yarandı ki, o fikirləşdi ki, o ödəməsə, onun pulunu satıcılardan və orada işləyənlərdən çıxacaqlar. Yəni, o qaytarılan mal deyil. Eyni zamanda, bəlkə də onun alacağı ərzaq pulundan başqa cibində elə məhsul pul var idi. Amma o ləyaqətin dedi, mən ödəyəcəm. Mən onu ödəyəcəm. Eyni zamanda mənə danışdılar ki, həmin günü bir nəfər ərzaq cərgələrinin yanına keçəndə əli mayonez şüşəsinə deyir, yerə düşür, sındır. 2 manat 80 qəpik dərsə qiyməti ödəməkdən imtina edir. Ki, siz yaxşı qoymamışdınız, mən buna 2 manat 80 qəpik ayın axırında indi o birisilərlə birlikdə satıcıların çıxacaq. Mən fikirləşdim, 2 cür insan var. Bir bahalı, sınan bir şeyi ödəməyə hazır olan və biri də 2 manat 80 qəpiyi ödəməkdən imtina edən. 2 cür insanlar var. Bəli. Bəlkə də o mayonezi sındıran insan özünü güclü hesab edir. Bəlkə də iş yerində çox güclü bir insandır, qonşularla münasibətdə bir insandır. Amma bəzən bizim kimliyimizi göstərmək üçün kiçik bir hadisə lazımdır ki, bizim kimliyimizi göstərsin. Məgər biz kartımızdakı pulla mı ölçülürük? Bəzən biz yaxşı geyinlə mi ölçülürük və yaxud da bahalı bir kafeyə getdiyimi biz hərəkətlərimizlə ölçülürük. Və o hərəkətlər heç də kənarda bizim davranışımızla ölçülmür. Birinci bizim ailəmizdə ölçülür, bizim yoldaşımıza münasibətimizdə ölçülür. Bəli, tamamilə doğrudur. Gəlin görək, yoldaşımıza bizim münasibətimiz necədir? Nə vaxt onunla oturub, onun düşüncələrini dinləmişik. Axırı dəfə nə vaxt o nə isə bizə irad bildirəndə ona demiş ki, sən düz deyirsən. Lap bilsək də ki, o düz demir. Nə vaxt biz onu demişik? 8 mart bayramı. Hamı mı indidən fikirləşir ki, yoldaşıma nə hədiyyə edəcəm? Amma fikirləşməliyik. O bizim xanımımızdır, o bizim uşaqların anasıdır. Biz ana vətən deyirik, ata vətən demirik. Ana dili kitabını keçirik, ata dili keçmirik. Ana torpaq deyirik, ata torpaq demirik. Ana şəfqəti deyirik. Amma atanın qazandığı çörəyi də yeyirik. Qoy olsun. Məgər atanın xeyir duasını hər zaman gözləyirik. Belə bir söz var, deyir, atanın qarğışı keçmir. Atanın əsəbi keçmir. Atanın elə ata kimi vəzifəsi ondan ibarət ki, ailəni təmin eləsin, ailəyə diqqət eləsin, ər tutsun. Problem olanda sadəcə olaraq izah eləsin və eyni zamanda müzakirə etsin, planları bölüşsün və mən çox istəyərdim telekanallarımızda 50 il bir yerdə yaşayan ailənin bir hekayətini dinləyərdik. İnşallah dinləyərik, elə Dünya televiziyasında dinləyərik. İnşallah o gün olar, qismət olar, həmin proqramı elə mən təqdim edərəm. Həmin proqramı təqdim edəndə də sizi dəvət edəcəm. Böyük məmnuniyyətlə gələrəm, dinləyərəm, istəsələr müəyyən fikirlərimi deyərəm. Aydın müəllim, sizin hər zaman bax bu hissələrinizdə qırışlar görürəm. Amma eyni zamanda üzünüz gülür, gözünüz gülür. O gülüşdən əmələ gələn qırışlardır, mimik qırışlar deyirlər buna. O qırışlar sizi narahat eləmir ki, yəni qırışlarım artdı, artıq yaşımın üstünə yaş gəlir, artıq bugünü yaşadım, ömrümdən getdi. O günlər sizi narahat eləmir ki? Əksinə, mən fikirləşirəm ki, hər günə, hər ilə sevinmək lazımdır. Mənim kifayət qədər yaşım var. Amma mən hesab edirəm ki, o kərpiç qoyulmaqla mən artıq müəyyən bir zirvədəyəm. Mən buna deyə baxıram. O ki, qaldı xarici görünüş mənlə belə deyək, münasibətində olduğu və həmişə təmas elədiyim insanların məndən soruşsa olar ki, üz cizgilərini denən mən onu deyə bilmərəm. Çünki artıq onun üz cizgilərini yox, mən onun xasiyyətini görürəm. Mən onun davranışını görürəm.
Mən onun pozitivliyini görürəm. Aydındır. Artıq proqramımız yavaş-yavaş sona yaxınlaşır. Mümkünsə sualları qısa cavablandıraq. Biraz öncə siz öz doğmanızın kitaba olan marağından danışdınız. Mən bilirəm ki, sizin evdə həddindən artıq çox kitab var. Çox kitab var. Həddindən artıq. Neçə kitabınız var? Hardasa bir 2000-2500 var. Əvvəllər mən uşaq olarkən, parkda gəzərkən valideynlərimlə və yaxud metroyu minərkən görürdüm ki, hamının əlində bir kitab var. İstər avtobusa minim, istər metrodan istifadə edim, istər parkda gəzim, hamı nəysə oxuyur kitabdan. Amma indi isə hara gedirsən, hamının əlində telefon var. Telefon bizi, sizə elə gəlmirmi ki, kitabdan uzaqlaşdırdı, kitabın qoxusundan uzaqlaşdırdı. Mən qədər elə bir şey var. Amma cavab da ola bilər ki, indi elektron kitablar da var. Elektron kitablar bu kitabları əvəz edə bilir, yoxsa yox? Yox. O kitabın iyi, o kitabı əlinə götürməyə və s. Məsələn, məndə 300 ilin kitabı var. Məndə 190 yaşı olan Quran kitabı var. Bu günlərdə mənə İspan və İtalyan dilində də Quran gətirdilər. Mənim kitabxanamda artıq 17 dildə Quran var. Və mən çox istəyirəm mənim kitabxanamda Yahudi və erməni dilində də Quran olsun bunlardaqda. Düzdür, o tendensiya var, amma bununla belə kitaba maraq olanlar var. Yenə də kitab bir bilik mənbəyidir. Bilmirəm, hansısa bir müdrik insan belə bir söz deyib. Sivilizasiya tamamilə məhv olsaydı, ancaq kitabxanalar qalsaydı, qısa zamandan sonra insan yenidən sivilizasiya bərpa edir. Bir dəfə siz mənə bir fikir söyləmişdiniz. Bir oğru olur, oğru gedir, girir kitabxanaya və məlumat gəlir, çatır ki, kitabxanada oğru var. Kitabxananın sahibi deyəsən söylür ki, sakit dur, qətiyyən səs çıxartma. Bu o deməkdir ki, əgər kitabxanaya oğru giribsə, 100% o kitablardan nəysə oxuyacaq, nəysə öyrənəcək, o əyri yoldan çəkiləcək. Əlbəttə. Kimsə kitab baxırsa, oxuyursa, hesab edirəm ki, artıq o bir qədər fərqli bir insandır. Və adətən dostlarıma, tanışlarıma hərdən bir sual verir. Evinizdə neçə kitab var? Düzdür, mən dərslikləri nəzərdə tutmuram. Düzdür, bir çox dostlarım bildirirlər ki, müəyyən kitablar var və s. Bir dəfə maraqlı bir fikir oxudum. Bir nəfər yazmışdı ki, gəlin köçən qızlarımıza Nizami Gəncəvin Xəmsəsini bağışlayın. Mən hal-hazırda Xəmsəni oxuyuram, 4-cü kitabındayam. Nə qədər böyük bir fəlsəfə var, nə qədər böyük bir zənginlik var. Özümü qınayıram ki, mən niyə bunu vaxtında oxumamışam. İndi onu oxuyuram, müəyyən fikirlərin altından bir xətt çəkirəm və baxmayaraq üstündən 1000 il keçib, yenə də onun söylədiyi fikirlər yenə də müasir və aktual olaraq qalır. Hər bir kəsin yetər deyib nöqtə qoyduğu bir an var. Yetər deyib nöqtə qoyduqdan sonra nəysə qalır? Əlbəttə qalır. Yenə də nəysə qalır. Əlbəttə. Bu dünyada heç nə işsiz qalmır. Hər şeyin izi var. Amma baxır, o nə izidir və yaxud da ki, addım atmamışdan əvvəl bunun nə ilə nəticələyini sən düşünəsən. Onda yaxşı olur. Necə düşünürsünüz? Hər şeyin sonu. Misal üçün, biz filmlərə baxırıq, biz tamaşalara baxırıq. Görürük ki, yaşlılar çalışırlar ki, hər şeyin sonunu yaxşı bitirsinlər. Niyə yaxşı bitirməyə meyillidirlər? Yəni, o demirəm pis bitirsinlər, amma həyatdır. Həyat kitab deyil, amma kitabda olanlar da həyatdan götürülür. Maraqlı bir sual verirsən, bir qədər düşünmək lazım gəlir. İşburasıdır ki, insanın özü təbiətin bir layihəsidir, uğurlu bir layihəsidir. Bir anda da təsəvvür edir ki, təbiət var, insan yoxdur. Nə baş verərdi? Sadəcə olaraq heyvanat nəsil və nəsli əvəz eləyərdi, amma dünyanı öyrənməzdi. Riyaziyyatı, elmlərin zirvəsi olan riyaziyyatı kəşf etməzdi. Musiqi yaratmazdı. Möhtəşəm layihələr həyata keçirilməzdi. Və ona görə də əlbəttə hər şeyin yaxşı olması arzu olunandır. Elə
İstədiyimiz də ondan ibarətdir. Və bu dünyada nə edilirsə sonunun yaxşı olması arzulanır. Torpaqlarımız işğaldan azad oldu. Artıq şəhidlərimiz yoxdur. Amma mən hesab edirəm ki, bugün Ermənistan qadınları cənab prezidentimizə minnətdar olmalıdırlar. Minnətdar olmalıdırlar ki, torpaqlarımız işğaldan azad olundan sonra o torpaqlarda o cümlədən erməni əsgərləri də ölmürlər. Bayaqdan onları öz ölkələrinin Müdafiə Nazirliyi göndərdi. Bəlkə də böyük bir qisminin heç ehtiyacı yox idi orada qulluğa. Amma bugün onların da övladları sağ qalırsa, cənab prezidentə minnətdar olmalı. Belə bir fikir də var. Bu ifadəni biz tez-tez eşidirik, düzünə qalsa. Niyə bu ifadəni biz tez-tez eşidirik, düzünə qalsa? Yəni, yalan bu qədərmi hökmranlıq edir? O demək ki, düzü qorumaq istəyirik. Düzünü o deməkdir qorumaq ki, istəyirik. istinad nöqtəsi, başlanğıc nöqtəsi düzdür. Bəs onda niyə insanlar yalana meyilli olurlar? Amma mən deməzdim hamısı. Mən deməzdim. Düzdür. Siz yəni həyatınızda bir dəfə də olsun yalan danışmamısınız? Danışmışam. Demək siz də danışmısınız? Yox. Amma aldatmaq mənasında yox. Aha. Qarşı tərəfi kədərə bürüməmək üçün. Mənim çox cavan yaşımda yeznəm, kiçik yeznəm rəhmətə getdi. Allah rəhmət eləsin. Onun uşaqlarını Bakıdan Yevlax şəhərinə aparmalı oldum. Mən dedim, elə-belə gedirik. Və onlar döngəni dönüb mağarı görəndə hamımız ağladıq. Uşaqlar da, mən də. Amma Yevlağa qədər mən onlara dedim ki, hər şey qaydasındadır, atan yaxşıdır və s. və s. Bax, belə. Amma deyim, məqsədli surətdə nəsə əldə etmək üçün, yox, bunu mən özümə bağışlayamam, amma belə tərbiyə görməmişəm. Bizi belə öyrətməyiblər. Yalanın 40 gün ömrü var. 40 gündən sonra mütləq ortaya çıxacaq. Ona görə də hesab edirəm ki, hər şey düzgünlüyə doğru. Belə bir misalda var, deyirlər, axmaq insan var, bir də ağıllı insan var. Sizcə, axmaq ağıllıdan nəyisə öyrənir, yoxsa ağıllı axmaqdan nəyisə öyrənir? Axmaq insan bədbəxt insandır. O, heç nə əvvəldən planlaşdıra bilməyən insandır. O, başqa bir tip insan. Mən deyərdim ki, bunu bir qədər dəyişir. Bir ağıllı insan var, bir də təhlükəli insan var. Hansı ki, insan həyatı onun üçün. Biz təhlükəli insanı necə ayırt edə bilərik ki, o insan təhlükəlidir? Mən bilmirəm axı, baxıram adi insandır. Mən hardan bilə bilərəm ki, o təhlükəlidir? Hər kəsin bir ölçü meyarı var. Və özümüzdən asılı olmayaraq həmin insanlardan bir qədər kənar durmağa çalışırıq. Düzdür, bəzən mələk simasına girmiş insanlar da olur. Amma keçdikcə o da ifşa edilir. İnsanları tanımaq asandır, yoxsa çətin? Həm asandır, həm çətindir. Sizin üçün çətin oldu həyatda? O insanlarla bağlı? Nə deyim, sadəcə o, mən həyatda addım-addım getmişim. Kimləsə alınıb, kimləsə alınmayıb. Kimləsə əvvəldən bəlli olur ki, biz başqa-başqa düşüncələrin, yolların adamlarıyıq. Öz yolu ilə gedib, mən öz yoluna getmişəm. Belə də həyatımdan şikayət edə bilmirəm. Dünyanı çox gəzdiniz? Fikrimcə, hə. Neçə şəhərdə oldunuz? Azərbaycan bütün bölgələrində olmuşam. Bircə Xankəndindən başqa. Yox, niyə? Tək. Xankəndində, Ağdərədə, Laçında, Qubadlıda, Zəngilanda, Cəbrayılda bunlarda olmamışam. Amma qalan Azərbaycan az qala bütün kəndlərini gəzmişəm. Xarici ölkələrdə olmuşam. Sonra deyim, vaxtaşırı internetdən ayrı-ayrı ölkələr haqqında, şəhərlər haqqında məlumat oxumağı, mədəniyyətlər haqqında məlumat oxumağı çox xoşlayıram. Hansısa bir termin qarşıma çıxanda və yaxud da hansısa bir məlumat çıxanda mütləq internetə girib onun nə demək olduğunu özüm üçün öyrənməyə çalışmışam. Hər bir insanın öz dünyasında özünə aid olan bir dünya var, öz aləmində. Ruhunun insanı var, ruhunun dünyası var. Olmayan şəhərin adı, sizin şəhərinizin adı nədir? Bilmirəm. Mənim şəhərimin adı bilmirəm də. Amma siz o şəhərin sakinisiniz.
öz dünyanıza aid olan bir şəhərin sakinisiniz. Prinsipcə gizli bir dünya deyil. Heç kimdən işini O gizlətmirəm. dünyada kim var? Necə? O dünyada kimlər Hamı, var? bütün dünya oradadır. Bütün dünya orada. Bütün dünya, yaxşılı, pisli, hamısı oradadır. Hamısı orada var. Mənim tanıdığım və tanımadığım və belə bir xüsusiyyətim var. Müəyyən insanlar var. Hansını ki, mətbuatdan, telekanallardan, qiyabi olaraq tanıyıram. Mən mənəvi olaraq onlarla dostum. Onların mənim mövcudluğumdan xəbərim yoxdur. Onların xəbəri yoxdur. Və yaxud da ki, hardasa rastlaşırıq, bir-birimizin yanımızdan sadəcə olaraq keçirik. Amma o da bilmir ki, mən onunla mənəvi dostum. Mən onun fikirlərini oxumuşam. Mən onun nə edə biləcəyini artıq proqnozlaşdıra bilirəm. Və həmin adamı görəndə məndə bir daxili bir rahatlıq yaranır ki, bu həyatda bu iz qoydu, bunu etdi və s. və s. Prinsipcə hesab etmirəm ki, bu təkcə mənə aiddir. Hamının bir dünyası var. Bu dünyaya hörmətlə yanaşmaq lazımdır. Əgər onun dünyası başqa adamlara ciddi problem yaratmırsa, bir də bilirsiniz, mənim belə bir düşüncəm var ki, bədbəxt o insan deyil ki, onun problemi var. Bədbəxt o insandır ki, onun problemi olanda döyməyə qapısı yoxdur. Bəlkə bədbəxt o insandır ki, xoşbəxt olduğunu bilmir və görmür. Mən hesab eləmirəm ki, o özünü bədbəxt hesab edir. Bilirsiniz, iş burasındadır ki, tez-tez sual verir, xoşbəxtlik nədir? Hərə bir cür cavab verir. Xoşbəxtlik odur ki, sən o barədə düşünmürsən. Bugün mən xoşbəxt oldum, çünki siz mənim qonağım oldunuz. Təşəkkür edirəm. Mən də Bu da xoşbəxtliyin bir qoludur. Mən də sizin haqqınızda həmişə müsbət fikirdəyəm. Təşəkkür edirəm. Çox sağ olun. Həqiqətən də insanlıq ayarıdır. Əlbəttə. Siz bugün mənimlə nə danışdınızsa düz danışdınız. Həqiqəti söylədiniz. Tamamilə. Və sonda bir sual da verəcəyəm. Yaşca böyük, yəni ən yaşca çox böyük olan dostunuzun neçə yaşı var? Hardasa bir 80-85. 80-85 arası. Bəs yaşı kiçik olan dostunuzun neçə yaşı var? 5 yaşı var. O da sizin nəvənizdir. O da biz onunla dostuq. Bizdə olanda bilirsiniz nə deyir? Baba, gedək oturaq. Aha. Biz gedirik, o telefon açacaq və mən bunun yanında oturmalıyım. 1 saat, 2 saat, 3 saat. Mənə telefona baxmağa icazə vermir, kitab oxumağa icazə vermir, ondan sonra kompüterdə baxmağa olmaz. Yemək yeməyə icazə vermir, çay içməyə icazə vermir, oturmağa icazə vermir, uzanmağa icazə vermir, ayaqda durmağa icazə vermir. Mən dostluq, biz dostluq. Biz onunla dostluq. Dostluğunuz daim olsun. Var olun. Aydın Mirzəzadə. Bugünkü efirimizin qonağı idi. Çox sağ olun. Təşəkkür edirəm Aydın müəllim. Minnətdaram ki, bizim üçün vaxt ayırdınız. Mənimlə üz-üzə oldunuz. Biz də televiziya tamaşaçıları ilə üz-üzə olduq. Bu günlərdə bir tanıdığım adam var. Səhər tezdən WhatsApp-dan yazdım. Sabahınız xeyir. O mənə oxudu, amma cavab vermədi. Amma yenə də mən ona belə deyək də dost münasibətdəyəm. Yenə də mənim ona hörmətim var və s. və s. Ona görə də mən özümə müraciət edirəm. Əgər kimsə kiminsə sabahınız xeyir, salam, necəsinə cavab verməyibsə, bundan inciməyə dəyməz. İnciməyə dəyməz. İnciməyə dəyməz. Amma hər halda sən onun könlünü xoş edirsən ki, biz ona salam veririksə, biz özümüzə də salam veririk. Biz ona axşamın xeyir olsun, sabahınız xeyir olsun deyiriksə, biz öz sabahımızı da, axşamımızı da xeyir olmasını dinləyirik. Qoy günümüz xeyirli olsun. Aydın Mirzəzadə, təşəkkürlər. Milli Məclisin deputatı Aydın müəllim bugünkü efirimizin qonağı idi. Mən öz növbəmdə sizə dərin təşəkkürümü bildirirəm. Bizə ayrılan efir vaxtı sona çatdı. Bakı vaxtı ilə saat 16:50 dəqiqədir. O deməkdir ki, bugünə bu qədər. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.